Hər vaxtınız xeyir olsun, dəyərli izləyicilər. Sizə yerləşdiyi ərazinin ən gözəl 3 otaqlı mənzilini təqdim edirəm. Yerləşir Yeni Yasamallı Xiyabani küçəsində. Qismət Şadlıq Sarayının yanındadır. Yeni tikili binadır, mənzil də yeni təmirlidir və təmirdən də sonra bir gün belə yaşayış olmayıb. Dediyim kimi 3 otaqlı mənzildir. Sənədlərdə qaydasındadır, çıxarış, yəni kupça var. İndi mən mənzildə olan hər bir şeyi həmişə olduğu kimi sizin nəzərinizə çatdıracağam. Vaxt itirmədən başlayırıq mənzilin giriş hissəsindən. Bura bizim giriş qapısıdır. Daxil olduqda sol tərəfdə. Burada şkafımız yığılıb, görürsünüz, içərisində göstərim. Tam axıra kimidir, dərinlik də ideal səviyyədədir. Paltar, ayaqqabı, istənilən əşyanı rahatlıqla yerləşdirə bilərsiniz. Burada əlavə belə bir şkafımız da var, aksesuarlar üçün nəzərə alınıb, bunlar da yerləşdirilib. Əyləşmək üçün yerimiz yenə bu hissədə ayaqqabılarınızı yerləşdirə bilərsiniz. Döşəmə qranitdir, üstü döşəmə ilə təchiz olunub. Girişin bu hissəsində tresuarımız var, gözəl dekorumuz yerləşdirilib. Arxası lepka daraqlardır, arasında qızılı və qara kantlardan istifadə olunub. Bura işıqları yerləşdirilib. İşıqlandırma ümumilikdə spotlardan istifadə olunub. Divarlarda dekorativ sədə boyadır, yəni adi emulsiya və yaxud divar kağızı deyil, onda qiymətini bilənlər bilir. Əlavə olaraq lepka işləmələrimiz var. Otaqların yerləşməsini nəzərə çatdırın. Girişdən sağda bu hissədə mənzilin sanitar qovşaqları da ayrı-ayrıdır, bir yerdə deyil. Bura mənzilin mətbəxidir, yanında qonaq otağı, o hissədə isə 2 ədəd yataq otağımız yerləşir. Gəlin keçək, qonaq otağından başlayaq. Mən bir-bir bütün otaqları sizə göstərim. O nəzər salın, qapılar da gözəldir, keyfiyyətlidir. İnşallah canlı baxanda da şahidi olacaqsınız. Bu böyük otaq mənzilin qonaq otağıdır. Kifayət qədər geniş ölçüsü var, təxmini 25-28 kvadrat olur. Yəni təxmin ölçüsünü nəzərə çatdırıram. Yəqin ki, videodan da hiss edirsiniz. Burada nəyimiz var? İlk öncə tavan hissədən başlayaq. 2 ədəd lüstrumuz var. Biri mərkəzdə böyük, digər isə bu hissədə balaca lüstrumuz. Bura masanızı yerləşdirə bilərsiniz. TV stand bu hissədə yığılıb. Aşağı hissəsi şkafdır. Bu hissələr eyni zamanda burada da şkaflar yığılıb. Gözəl aksesuarlar da yerləşdirilib. İçərisində işıqla. Bu da qonaq otağına əlavə gözəllik verir. Dizayna uyğun tablomuz yerləşdirilib. Yenə divarda gözəl lepka işləmələr var. O hissədə dekor güzgülərdən də istifadə olunub. Divarda masa üçün nəzərdə tutulan hissədə pərdələr asılıb hazırdır. Yəni bu hissəyə tam rahatlıqla istədiyiniz mebel dəstini rahat yerləşdirə bilərsiniz. Çünki eni də yaxşıdır, uzunu da yaxşı. Yəni dar uzun otaq deyil. Yenə bu hissədə də lepka daraqlardan istifadə olunub. Bura işıqlarımız da yerləşdirilib. Keçək, deməli, qonaq otağının yanında yerləşən mənzilin mətbəxindən. İlk öncə onu deyim ki, girişdə olan isti döşəmə, burada da davam etdirilib buranın döşəməsi qranitdir və mənzilin mətbəxindən eyvana da çıxış var, böyük eyvanı var, qapalıdır, orada əlavə şkaf da yığılıb, indi oranı da göstərərəm sizə. Yeni mətbəx beberimiz var, tam axıra kimi yığılıb, 3 hissədən ibarətdir. Şkaflar da yaxşıdır, çoxdur, kifayət qədərdir, dərinlik də ideal səviyyədədir. Soyuducunun, sobaların yeri hamısı qoyulub. Qaz peçi, aspirator, bunlar da yerləşdirilib, yəni tam olaraq hazırdır. Lüstr spotlar, TV, internet çıxış burada nəzərə alınıb, sağ və sol dekor güzgülərdən, lepka daraqlarda istifadə olunub, bura işıqlar da yerləşdirilib. Eyvan dediyim buradandır, gəlin buranı da göstərim. Yəni, böyük ölçüsü var, qapalıdır, bu hissədə də yenə şkaf var, yəni saxlanc yeri bura. Artıq istədiyiniz əşyanı rahat yerləşdirə bilərsiniz. İçərisi də kifayət qədər genişdir. Yəni, bu da əlavə üstünlükdür. Ümumiyyətlə, bina evlərində əşya yerləşdirməklə bağlı bəzi çətinliklər olur. Bu evdə o da yoxdur. Yəni, hər bir şey var. Tam hazır mənzildir. Sadəcə gəlin, əşyalarınızı yerləşdirin, yaşayın. Mənzil də həqiqətən gözəldir, gözəl də təmir olunub. Mən buradan sizə göstərim mənzilin sanitar qovşaqlarını. Burada deməli, nəyimiz var? Gözəl duş kabinimiz yığılıb, içərisi də kifayət qədər genişdir, gözəl teksturalı qranitlər seçilib, qara rəngli aksesuarlar, gözəl moydadırımız, işıqlı güzgü ilə və təbii ki, burada isti döşəmədir. İndi bunun yanında yerləşir mənzilin kiçik sanitar qovşağı. Buranı da ümumi olaraq göstərək. Bütün aksesuarlarla tam olaraq təchiz olunub.
tam hazır vəziyyətdədir. Dediyim kimi sanitär qovşaqlar da isti döşəmədir. Buradan keçək, mən sizə göstərim mənzilin yataq otaqlarını. Bura əsas yataq otağımızdır. Ölçüləri də yaxşıdır. Ümumilikdə mənzilin ölçüsü 115 kvadratdır, yəni genişdir. Bütün otaqlarda. Burada mən sizə göstərim yerləşməni. Bura TV, internet çıxış. Burada nəzərə alınıb, arxası travertindir. Yenə dekor güzgülər, gözəl pərdəmiz asılıb. Taxtın yeri isə bu hissədə nəzərə alınıb, bu şəkildə yerləşdirirsiniz. Sağ və sol bura işıqlar. Tablomuz ümumi olaraq da tavan hissəni göstərək. Keçək növbəti yataq otağına. Dediyim kimi divarlarda da, ümumiyyətlə otaqlarda girişdə dekorativ boyadan istifadə olunub. Burada mən ikinci yataq otağını göstərim, sonra mənzilin məlumatlarını, qiymətini nəzərinizə çatdıracağam. İkinci yataq otağıdır, buranı istəsəniz uşaq otağı kimi də istifadə edə bilərsiniz, böyük otağı kimi də, yəni sizin istəyinizdən asılıdır. Yerləşməni də yəqin ki, artıq təsəvvür etdiniz. Taxtın yeri bu hissədə nəzərə alınıb, arxası da işlənilib, əks tərəf TV-sin. Bu hissədə şkaf üçün yer də var, şkafınızı yığa bilərsiniz, yazı masası uşaq üçün, yəni bu sizin istəyinizdən asılıdır. Belə, mən demək olar, mənzildə olan hər bir şeyi, hər xırdalığına qədər sizin nəzərinizə çatdırdım. Keçək məlumatlara. Dediyim kimi, yerləşir Yeni Yasamalda, Xiyabani küçəsində, Qismət Şadlıq Sarayının yanında. Yeni tikili binada, yeni təmirdən çıxmış və yaşayış olmamış 3 otaqlı mənzildir. Ölçüsü 115 kvadratdır. Yerləşir 5-ci mərtəbədə. Gördüyünüz şəkildə satılır. Və dediyim kimi, sənədlər də qaydasındadır, çıxarış. Yəni, kupça da var, ipotekası təsdiqlənmiş müştərilər də müraciət edə bilərlər və mənzilin start olaraq qiyməti 277 min manat təyin olunub. Əlavə məlumat üçün göstərilən nömrə ilə əlaqə saxlaya bilərsiniz.